Salam əziz dəyərli müəllimlər. Bugün mən sizə cümlə tamamlama, yəni sentence completion bölməsinin izahını verəcəm. Bu bölmədən də adından göründüyü kimi mövzumuzun və başlığımızın içərisində completion sözü istifadə olunur. Yəni bu o deməkdir ki, biz mürəkkəb cümləni bir-birinə bağlamalıyıq. Düzdür, əslində bir cümlədə completion sözü varsa, bu cümlə mürəkkəb cümlədir deməkdir. Ya da ən düşük ehtimalla bu cümlə qısalma cümləsi olub demək. Sadə cümlədə completion olmaz. Mürəkkəb cümlədə ən düşük ehtimalla qısalmış cümlələrdə completion ola bilər, amma sadə cümlənin tamamlaması olmaz. Çünki iki cümlə bir-birinə iki cümlədən söhbət gedir. İki sadə, yəni two independent sentences-dən söhbət gedir. Yəni iki sadə cümlə bir-birinə ya bağlayıcı, ya da qısalma ilə birləşər. Yəni cümlə bu iki dediyim vasitə olmadan bir-birinə birləşə bilməz. Yəni bunlar ikisi demək olar ki, önəmlidir. İndi qısalmalarda ümumiyyətcə nələrdən istifadə olunur, hansı klozlardan istifadə olunur? Birazdan onlardan mən sizə danışacağam. Onu qeyd edeyim ki, bir neçə partda olacaq bunlar. Çünki böyle bir bölmədir ki, bunu qısa formada izah eləmək və ya fikir çatdırmaq mümkün deyil. Çünki geniş miqyaslı bir bölmədir. Tək-tək izah eləyəcəm qaydaları və ya texnikaları, necə tapmaq lazımdır, hara baxmaq lazımdır, test edərkən hansı hissələrin altına xətt çəkmək lazımdır. Çünki sentence completion iki bölməni özündə daha çox saxlayır. Birincisi, üst səviyyədə qayda tələb eləyir. Əsasən də klozları bilmək lazımdır. İkinci də oxuyub anlama bacarığı. Kim çox oxuyursa, bu tip başlıq altında olan istər paraqraf tamamlama, istər cümlə tamamlama, istər dialoq tamamlama və bu kimi, bu qəbildən olan cümlələri çox rahatlıqla edə bilir. Amma yenə deyirəm, nə qədər lüğət bilsəniz də, nə qədər advanced grammar bilsəniz də, siz əgər ki, çoxlu mütaliə etmirsinizsə, bu tipli cümlələri qısa zamanda, yəni qısa zaman kəsiyində, qısa zaman dilimində eləmək mümkün deyil. Məsələn, tutaq ki, bir test ola bilər, bir tərəf bunu 10 dəqiqə eləyər, digər tərəf 1 dəqiqə eləyər. 1 dəqiqə eləməsinin səbəbi çox oxumasıdır, çox mütaliə eləməsidir. Ona görə də çox oxumaq lazımdır. Nə mənada? Yəni mətnlər oxumaq lazım ki, göz uzun, geniş cümlələrə long-winded sentence deyirlər bunlara. Yəni uzun, geniş, bağlayıcılı cümlələrə gözlər alışsın, vərdiş eləsin. Deməli, bilirsiniz ki, mürəkkəb cümlələr 3 hissəyə bölünür. Composite sentencelərdən söhbət gedir burada. Composite sentence, yəni mürəkkəb cümlə. Bunun kompleksləri var, yəni tabeli mürəkkəb cümlələr. Hansılardır bunlar? Noun clause, bunlar da subject, predicative, object olmaqla 3 hissəyə bölünür. Testlərdə, cümlə tamamlamalarda demək olar ki, bunlar üçü də istifadə olunur. Mübtəda, xəbər, tamamlıq budaq cümlələri. İkinci, adjective clause'lar. Bunlar nə idi? Yəni, özündən əvvəl gələn ismi təyin etmə xüsusiyyəti daşıyan təyin budaq cümlələri idi. Biz bunlara deyirdik antecedent, yəni özündən qabaq gələn cümləni nə etmək? Özündən əvvəl gələn cümləni təyin eləmək. Çünki biz antecedentə uyğun olaraq orada who seçirik və yaxud da ki, which seçirik və ya deyə bilərik ki, when seçirik, where seçirik. Yəni, antecedent nədirsə, ona uyğun da deməli, bizim nisbə əvəzliyimiz və ya budaq cümləmiz təyin olunur və ya istifadə olunur. Adverbial clause'lar nə idi? O deməkdir ki, burada artıq biz hansı zərf düşürsə, yerinə o mürəkkəb cümlə, o budaq cümlə daha doğrusu istifadə olunur. Məsələn, yer budaq cümləsi nə deməkdir? Yer zərfinin yerinə keçir deməkdir. Zaman budaq cümləsi nə deməkdir? Zaman zərfinin yerinə keçir deməkdir. Çünki düşən cümlə üzvləridir onlar. Nə düşürsə yerinə o gəlir. Məsələn, tutaq ki, səbəb budaq cümləsində səbəb zərfinin yerinə səbəb budaq cümləsi istifadə olunur. Yəni, reason adverb yerində adverbial clause of reason istifadə olunur. Yəni, nə düşürsə yerinə də o gəlir. Baxın, bunları mən niyə deyirəm? Ona görə deyirəm ki, cümlə tamamlama testlərində baxmaq lazımdır. Baş cümləyə
sual verib budaq cümlənin növünü tapmaq lazımdır. Çünki birbaşa tərcümə etmək lazım deyil. Birinci cümləni oxuyun, cümləyə ki çatırsınız sona. Çünki cümlə tamamlamalarda bəzən budağı verib başı istəyirlər variantlarda. Bəzən də başı verib budağı istəyirlər variantlarda. Ona görə də siz sual verin ki, cümlənin növünü tapasınız. Bəs bu nəyə lazım olacaqdır? Məsəl üçün, tutaq ki, deyək ki, I didn't attend university yesterday. Dünən universitetə getmədim. Tutaq ki, belə bir cümlədir. Mürəkkəb cümlə olmalıdır. Getmədim. Sual verək. For what? Yəni why? Nə üçün? Deməli, variantlarda məsələn A-da ola bilər although, B-də ola bilər tutaq ki when, C-də ola bilər məsələn because, D-də ola bilər məsələn so that. Yəni artıq mən bilirəm ki, baş cümləyə verdiyim sualdan bilirəm ki, budaq cümləni tapmalıyam. Mənim budaq cümləmdə səbəbi məndən istəyir. Yəni gedib artıq orada if-i, when-i, before-u, nə bilim, although-nu narahat eləməyə ehtiyac yoxdur. Birbaşa variantın artıq because olduğunu verdiyim sualdan tapmış oluram. Ona görə biz deyirik ki, cümlə tamamlama testlərində mütləq şəkildə clause-ları bilmək lazımdır. Kim nə qədər akademik səviyyədə clause bölməsinə, yəni clause bölməsindən daha doğrusu xəbərdardırsa, demək olar ki, bu bölməni də çox rahatlıqla edə bilir. Gəldik əsas məsələyə. Cümləmizin yarımçıq və ya tam cümlə olmasını bilməyimiz nə üçün bizə lazımdır? Ona görə lazımdır ki, biz bilməliyik buradakı cümlə tam cümlədir, yarımçıq cümlədir. Bu bizə harda kömək ola bilər? Məsələn, mübtəda xəbər verib cümlə tamamlığı istəyir. Artıq bilirəm ki, mənə lazımdır burada deməli non-clause, yəni ismi budaq cümlə lazımdır. Məsələn, I wonder, mən bilmək istəyirəm nəyi? When you will come. Sənin nə zaman gələcəyini. Deməli, mənə tamamlı budaq cümləsi lazımdır. Çünki tamamlıq budaq cümləsi düşən tamamlığın yerində istifadə olunur. Mübtəda, xəbər, when you will come. Bu cümlənin tamamlığı olur. Budaq cümlədir. Okay? Amma həm də vasitəsiz tamamlığı yerində istifadə olunur. Ona görə də biz baxmalıyıq. Buradakı cümlə tam cümlədir, yarımçıq cümlədir. Yəni bəzi yarımçıq cümlələr də bizə cümləni tapmaqda kömək edir. Cümlədə köməkçi feillərin və ya xəbərin altına xətt çəkin. Bu nə deməkdir? Bu o deməkdir ki, cümlədə yaddan çıxarmayın. Mürəkkəb cümlələrdə zaman uzlaşması mütləqdir. Yəni time, sequence correlation deyirlər bunlara. Yəni zamanların uzlaşması, zamanların bir-biri ilə zaman nöqteyi nəzərdən bağlanması mütləqdir, labüddür. Nəyə görə? Ona görə ki, biz zamanlar mürəkkəb cümlələrdə, tabe mürəkkəb cümlələrdə zaman uzlaşmasını poza bilmərik. Bir halda bu mümkündür. Bu daha çox deməli olur güzəşt budaq cümlələrində, yəni o və olan cümlələrdə olur. Bu da hansı hallarda olur? Tərəflər arasında fərqli zaman zərfləri olur. Məsələn, budaqda now deyir, başda yesterday deyir. Və göründüyü kimi tərəflərdən biri present, digəri pastdır. Bu o deməkdir ki, zaman uzlaşması, yəni pozula bilər. Bu normalda nə olmalıdır? Time sequence qorunmalıdır. Amma break nə zaman ola bilər? Tərəflər arasında fərqli zaman zərfləri olanda. Və onun üçün biz deyirik ki, cümlə tamamlamada cümləyə girər-girməz mütləq zamanların altından xətt çəkin. Məsələn, və variantın giriş hissəsində bağlayıcıların altına xətt çəkmək lazımdır. Bu nə deməkdir? Biz bilməliyik, bu ifli cümlədir. Bilirsiniz ki, ifli cümlələrdə nə olmalıdır? İki cür şərt budaq cümləsi var, real və qeyri-real şərt budaq cümlələr. Və ona görə də biz bilməliyik, məsələn, variantda əgər burada past simple veribsə, biz daha doğrusu baş cümlədə burada would, could, should, might do veribsə, variantlardan if-dən sonra axtarmaq lazımdır. Nə? Axtarmaq lazımdır. Past indefinite axtarmaq lazımdır. Past yazılır, amma ötürdüyü məna present olur. Çünki hypothetic actionlardır. Yəni hipotek hərəkətlərdir. Yəni bir növ imaginative hərəkətlər hesab olunur bunlar. Yəni xəyali hərəkətlərdir. Məsələn, sinsin özü. Bağlayıcıların çox böyük rolu var. Bəzən çox uzun cümlələr demək olar ki, bağlayıcılarla tapmaq mümkün olur. Məsələn, since.
Siz bilirsiniz ki polyfunctional bağlayıcıdır. Yəni çox funksiyalıdır. Məsələn, since zamanda ola bilər, since səbəbdə ola bilər. Since zamanda olanda nə olmalıdır? Özündən sonra budaq cümlədə gəlməlidir past simple, baş cümlədə gəlməlidir present perfect gəlməlidir. Və ya present perfect continuous da gələ bilər. O cümlənin içərisində gərək for işlənsin əlavə olaraq. Ondan sonra since istifadə oluna bilər deməli səbəb budaq cümlələri. Səbəb budaq cümlələrində istifadə olunduğu zaman since-dən sonra, yəni budaq cümlədə gəlməlidir past perfect burada. Baxın budaq cümlədə. Gəlməlidir past perfect, yəni keçmiş bitmiş zaman forması. Baş cümlədə gəlməlidir past simple. Çünki past perfect elə bir zaman formasıdır ki, tək istifadə olunmaz mürəkkəb cümlələrdə. Mütləq şəkildə past simple olmalıdır ki, hərəkətin bir dərəcə geridə və ya bir dərəcə əvvəl, bir zaman əvvəl icra olunduğu ortaya çıxsın. Çünki çılpaq formada past perfect vermək olmaz mürəkkəb cümlələrdə. Yəni bu şəkildə bağlayıcıların çox böyük rolu var. Məsələn, whose. Whose necə olmalıdır? Sağını, solunu isim almalıdır. Nadirən solunda əvəzlik dura bilər. Məsələn, those, whose məsələn formasında demək olar. That məsələn təyin budaq cümləsində istifadə oluna bilər isimdən sonra ya da tamamlıq budaq cümləsində bir qism feillərdən sonra. Məsələn, suggest, say, assume, that formasında istifadə oluna bilər. Yəni bunlara nəzər yetirmək lazımdır. Məsələn, if-də tutaq ki, deyək ki, cümləmiz if-lə başlayıb, budaq cümlə verib, bizdən buranı istəyir. Nümunə kimi götürək buranı. Əgər ki, baş cümlə veribsə, variantlardan bunları çıxmaq lazımdır. Nəyi? Present perfect. Çünki bunlar baş cümlədə yox, budaq cümlədə. Burada olmalıdır. Çünki ifli cümlələrdə bu gördükləriniz ifin içində olur, çölündə yox. Çölü dediyimiz baş cümlədir. İçi dediyimiz bağlayıcının içi budaq cümlə olur. Məsələn, present perfect. Məsələn, past simple, past continuous, past perfect, past perfect continuous və ya present continuous. Bunlar hamısı ifin içərisində olur. Yəni budaq cümlənin tərkibində olur. Bəs baş cümlədə bu hissədə bəs nə olmalıdır? Would, should do. Would, should, could, might do. Would have been, should have been, could have been, might have been və ya would have been doing, could have been doing, should have been doing formasında istifadə olunur. Yəni cümlələrdə nə olmalıdır? Mütləq şəkildə tərəflər arasında uyğunluğa baxmaq lazımdır. Və ya digər məsələ, məsələn, qeyd edək. Tutaq ki, bilirsiniz ki, bəzi bağlayıcılar var ki, deməli, tutaq ki, unless və yaxud da ki, lest, for fear that. Bilirsiniz ki, bu bağlayıcılardan sonra inkarlıq gəlməz. Çünki bu bağlayıcılar özü elə inkarlıq ifadə edir. Yaddan çıxarmayarsınız. Bu bağlayıcılardan əvvəl, daha doğrusu bu bağlayıcılardan sonra inkarlıq gəlməz. Çünki bu bağlayıcılar özləri inkarlıq ifadə edir. Çünki məsələn bilirsiniz də, əgər ki cümlə tamamlamada tərəflər arasında təsdiq inkar məsələsi varsa, bu testin cavabı ya unless-dir, ya da or-dur. Çünki bu iki bağlayıcı, yəni bu iki qəbildən olan bağlayıcı, məsələn unless ya da though, although, even though bu bağlayıcılar tərəflər arasında təsdiq inkar tələb eləyir. Məsələn, tutaq ki, unless-dən sonra mütləq təsdiq gəlməlidir budağında, çünki özünün içərisində yəni. Amma özündən qabaq baş cümlədə inkar gəlməlidir. İçində təsdiq, çölündə inkar olur. Yəni təsdiq inkar qaydası bu bağlayıcılarda olur. Unless, though, although, even though, despite of, the fact that, yəni bu bağlayıcılarda biz təsdiq inkar və ya inkar təsdiq quruluşundan istifadə edirik. Unless-də amma yalnız və yalnız içində təsdiq, çölündə inkar olur. Və yaxud da ki, məsələn, boşluqdan qabaq tutaq ki, söz önləri gəlib. Yaddan çıxarmayın ki, söz önlərindən sonra bu bağlayıcılar gəlməz. If gəlməz, do gəlməz, that gəlməz. Çünki biz ifin yerinə nə istifadə edirik? Ifin yerinə istifadə olunur whether. Bunun yerinə istifadə olunur whom. That-in yerinə istifadə olunur which, whom. Yəni biz bunların yerinə nə istifadə edirik? İstifadə edirik ifin yerinə whether, bunun yerinə whom, that-in yerinə which, whom-dan istifadə olunur.
Tutaq ki, belə bir cümləmiz var. Görürük ki, cümləmiz nə ilə başlayıb? Unless-dən başlayıb. O deməkdir ki, unless-dən sonra təsdiq bir cümlə gəlib. Məsələn, unless strict measures are put into force to control noise. Yəni bu e, noise, yəni bu səs-küyü e, idarə eləmək üçün çox ciddi tədbirlər görülməsə, buranı artıq verdi. Artıq bizə bu hissədə nə lazımdır? Görürsüz ki, don't, doesn't istifadə olunmayıb, çünki bunun içərisində inkarlıq verməz. Çünki bunun zaten içərisində an var. Ona görə də inkara ehtiyac yoxdur. Deməli, biz axtarmalıyıq variantlardan buna uyğun olan bir cümlə. Birinci, cümlə tamamlama olduğuna görə əsas məsələ nə olmalıdır burada? Deməli, unless-im var. Mütləq şəkildə başda inkar axtarmalıyım. İnkarı bildirən bir şey axtarmalıyam. Bu birinci qaydamdır. İkinci qaydam. Cümləm indiki zamandadır. Bu da tamamdır. İndiki zamanlı bir cümlədir. Deməli, keçmişlər varsa çıxmaq lazımdır. Keçmişdir. Həm də would olan cümlələr o halda istifadə olunur ki, orada ya reported question cümləsi olsun. Məsələn, when you would come formasında olsun. Yəni vasitəsindən vasitəliyə keçəndə orada would istifadə olunur. Birisi ki, will keçi would olur. Ya elə olmalıdır, ya da used to yerində would olmalıdır. Edərdim. Məsələn, I used to call on my grandmother. Nənəmə baş çəkərdim. Used to edərdim, ardırdım mənasında. Would ola bilər. Ya da ki, bu conditional clause olmalıdır. Yəni hypothetic action olmalıdır orada. Amma durduq yerə cümləyə would qoymaq olmaz. Deməli bu gedir. B variantında would have done olması üçün cümləmiz mütləqdir ki, ifli cümlə olmalıdır. Bu da gedir. Cümləmiz pastdır. Çünki uzlaşmalarda, daha doğrusu sentence completionlarda başla budaq arasında time sequence mütləqdir. B variantında yenə past simple var burada. Bizdə uzlaşmamız pozulur. Bayaq qeyd etdiyim kimi, uzlaşma o vaxt pozula bilər ki, başla budaq arasında fərqli zaman zərfləri olsun. Və buradan da göründüyü kimi if, unless olan cümlələrdə baş cümlədə 80% mənfi məna ifadə edən cümlə olmalıdır. Yəni göründüyü kimi düzgün cavabımız burada nə olacaq? A variantı olacaq. Digər sualımızda. Deməli, yenə eyni qəbildə olan sualları saxlamışam burada. Çünki bir-birinə bənzərləri, məsələn, burada budaq əvvəldə verilib, baş istəyir. İndi unless-lə başı verib budaq istəyəcəm. Tutaq ki, cümlədə deyir: The overall quality of life in today's world cannot be improved. Deməli, inkarlı bir cümlədir. Əgər ki, cümlədə can't, yəni cannot, won't, will not kimi negativity bildirən modal verb və ya auxiliary verbs istifadə olunubsa, bu cümlələr əsasən unless-li cümlə olur. Amma o halda ki, cümlədə present quruluş daha çox istifadə olunmalıdır. Bilirsiniz ki, deməli, şərt budaq cümlələrində unless-dir, providing-dir, supposing-dir, bunlar normalda daha çox, demirəm həmişə, əsasən real conditional clause bağlayıcılardır. Unreal-larda istifadə olunur, amma üstünlük bunlara verilmir. Yerinə ilə if-dən istifadə olunur. Çünki qeyri-real şərt budaq cümləsinin bağlayıcıları deyil demək olar ki, bunlar, amma istifadə oluna bilir. Sadəcə preferable deyil. Deməli, zamanımız hansı zamandadır? Present tense formada verilib gördüyünüz kimi. Məsələn, A variantında would işi korladı. B variantında were işi korladı. C variantında tərəflərdən biri past biri present ola bilməyəcəyini nəzərə alası olsaq, rose. Burada artıq past action var. Bu da ola bilməz. Whenever yenə burada declines. Baxaq. Cavab ya deməli D ya da E variantı ola bilər. İndi baxaq görək bunların fərqi nədir. Belə olduğu zaman ilk dediyim şey ortaya çıxır. Baş cümləyə sual verib budaq cümləni tapmaq lazımdır. The overall quality of life in today's world cannot be improved. Bugünkü dünyada həyatın ümumi keyfiyyəti improved etdirilə bilməz, yəni gelişdirilə
bilməz, inkişaf etdirilə bilməz. Əgər ki, şərt burada artıq, burada can't be improved. Əgər, if the developed countries are not prepared, yəni unless the developed şərt qoymaq. Hansı şərtlə? Bu şərt daxilində. Y-yə baxın, declines işi korlayır, rədd edir deyir. Hər iki tərəf inkardadır. Bir cümlənin hər iki tərəfi inkarda olması üçün cümlə olmalıdır ya səbəb, nadir hallarda şərt olmalıdır. Whenever the OECD declines, nə zaman ki, nə vaxt ki, yəni decline edir, etdiyində və edirsə etsin mənasında. İndi burada hər iki tərəf cannot be improved və yaxud da ki, declines. Bu hər iki tərəf inkarda whenever-lə bağlana bilməz. Bunun bu şəkildə olması üçün cümlə olmalıdır if, olmalıdır because. Çünki bu bağlayıcılar paralellik gözləyir. Səbəb şərtdə paralellik olur. Zamanlarda yox. Həm də ki, cümlənin digər tərəfinə baxsınız, görərsiniz ki, bu cümlə şərti ödəyir, zamanı yox. Düzgün cavabımız D variantıdır.